Salam hər kəsə. Mən niyə buradayam və bu videonu niyə hazırlayıram? Bu suala cavab verərək başlamaq istəyirəm. Əziz dinləyicim, Allah insanı yaratdı və yaratdığı insanı başıboş buraxmadı. Qiyamət surəsi 36-cı ayədə Allah buyurur: Yoxsa insan öz başına buraxılacağını mı sanır? Bu ayədən yola çıxaraq Allahın Quranı insanı öz başına zəlalət içərisində qalmaması üçün endirdiyini ayələrlə sizə çatdırmağa çalışacağam. İlk öncəki etapda Allah Quranı necə bizə təqdim etdiyi ayələri təqdim edəcəyim. Sad surəsi 29-cu ayə. Bu, təmiz ağıl, sağlam düşüncə sahibləri onun ayələrini düşünsünlər və öyüd alsınlar deyə sənə endirdiyimiz bərəkətli bir kitabdır. Daha sonraki ayə Ərəf surəsinin 203-cü ayəsi. Bax budur, bu Quran Rəbbinizdən gələn qəlb gözünü açacaq bəyanlardır. İman edən bir cəmiyyət üçün bir bələdçi və bir mərhəmətdir. Yasin surəsinin 69-70-ci ayəsi. Və biz ona şeir öyrətmədik, bu ona heç yaraşmaz da. O ancaq diri olanları xəbərdarlıq etmək və kafirlərin üzərinə sözün haqq olması üçün bir öyüd və açıq-aşkar bir Qurandır. Yunus surəsi 57-ci ayə. De ki, ey insanlar, sizə Rəbbinizdən bir öyüd, qəlbinizdəkilərə şəfa, inananlara bir bələdçi və bir mərhəmət gəlmişdir. Və bir ayəti də diqqətə çatdırım. Ənam surəsinin 155-157-ci ayələri. Allah Teala burada buyurur. Və Quran kiminiz kitab sadəcə bizdən əvvəlki iki topluluğa, Yəhudi və Xristianlığa endirildi. Biz isə o kitabı oxuya bilmir və dillərini anlaya bilmirik. Kiminiz də əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq deməyəsiniz deyə bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Və son olaraq Rad surəsindən də bir ayə oxumaq istəyirəm. Bax budur, bunlar kitabın ayələridir. Sənə Rəbbindən endirilən şey haqqıdır, gerçəkdir. Lakin insanların çoxu inanmırlar. Rad surəsi 1-ci və 2-ci ayələr. Videomuz davam edəcək. İnşallah bu içərikdə videolar davam edəcək. Mən hər zaman sizə Allahın bu kitabı bizə necə təqdim etdiyini göstərmək üçün çalışacağım inşallah.